Allah'ın izinlə iman hədisləri dərslərinə davam edirik. Və Şeyx Abdurrazaq Hafizahullahın kitabından deməli, bugün hansı hədisi götürəcəyik? Güclü mömin, zəif mömindən daha xeyirlidir hədisini. Ən Əbi Hüreyrə radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem. Əbu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, El-mu'minul qavi xayrun və ahabbu ilallah minəl mu'minid daif. Bir güclü mömin Allaha daha xeyirli, Allah üçün daha xeyirli və Allaha daha sevimlidir zəif mömindən. Güclü mömin zəif mömindən Allaha daha sevimlidir və daha xeyirlidir. Və fi kullin xayrun. Deyir, hamısında xeyir var. Yəni zəifində də, güclüsündə də möminlərin xeyir var. Və sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem İhris alə mən yənfa'uk və istə'in billah və la ta'ciz. Sənə fayda verən işlərə həris ol. Və istə'in billah, Allahdan yardım istə. Və la ta'ciz, aciz qalma, aciz olma. Deyir ki, və in asabəkə şey'un fələ təqul ləv ənni fəaltu kənə kəzə və kəzə. Deyir ki, əgər sənə bir xoşa gəlməyən bir iş baş verərsə, ki, sənin o işdən xoşun gəlmir və demək ki, əgər mən belə etsəydim, belə-belə olardı. Əgər mən belə etsəydim, belə-belə olardı. Və lakin qul, lakin de ki, məşəallah fəalə. Allah istədiyini edir. Yəni, Allahın istədiyi olur, Allah istədiyini edir. Deyir ki, fəinnə ləv təftəhu amələ şeytan. Çünki deyir, əgər şeytana qapı açar. Çünki əgər şeytana qapı açar. Burada alimlər, yəni bu hədisi Şeyx Abdurrazaq izah edir. Bunun mənası odur ki, bu hədisin deyir, möminlər imanda müxtəlifdirlər. İmanda möminlər müxtəlifdirlər. Yəni, biri var güclü iman sahibi, biri var zəif iman sahibi. Yəni, güclü iman sahibi təbii ki, Allaha sevimli olacaq. Yəni, burada əsas güclü mömin, zəif mömin deyəndə hansı, nə qəsd olunur? İman gücü. Əsas iman gücü qəsd olunur. Çünki Allahın sevgisi insanların yəni, pullarına, mallarına və bədənlərinə, qol qüvvətinə görə deyil. Allahın onları sevməsi onların iman gücünə görədir. Çünki necə ki, digər bir hədisdə gəlib, deyir ki, qiyamət günü Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, elə bir kişi gələcək, cüssəsi, bədəni deyir, çox yekə olacaq. Lakin deyir, Allahın qatında onun deyir, ağaca qanadı qədər dəyəri olmayacaq. Nəyə görə? Görsən, cüssəsi böyükdür, amma yəni, imanı olmayıb. Ona görə Allah qatında dəyəri yoxdur. Ona görə yəni, əsas iman gücüdür. Və o iman gücündən sonra əgər insanın həqiqətən qolu da güclü olarsa və o gücü ilə həqiqətən möminlərə fayda verərsə, dininə fayda verərsə, o xeyrin üzərinə xeyirdir. O xeyrin üzərinə xeyirdir. Lakin hər iki mömində də nə var deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? Xeyir var. Yəni, nicat var. Çünki möminin halı nədir? Yəni, xeyirdir, səadətdir. Dünyada və axirətdə onun xoşbəxtçiliyidir. Yəni, iman gətirən elə bir insan yoxdur ki, Allah onu yəni, dünyada və axirətdə xoşbəxt etməsin. Ona görə mömin hər bir işi nədir? Təəccüblüdür. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, acəbən li amril mu'min. Möminin hər işi təəccüblüdür. İn asabəhu xayrun şəkirə fəkənə xayrəlləh. Əgər ona bir xeyir baş verərsə, o şükür edər, bu da onun üçün xeyirlidir. Və in asabəhu şərrun sabərə fəkənə xayrəlləh. Əgər başına bir şər hadisə gələrsə, deyir, o səbr edər ona, o da onun üçün xeyirlidir. Və zəlikə lə yəkun illə lil mu'min. Bu yalnız mömin üçündür. Bu yalnız mömin üçündür. Ona görə möminlər necə imanda müxtəlifdirsə, iman gücündə, eləcə onların Allah qatında olan dərəcələri də müxtəlifdir. Çünki iman gücünə səbəb nədir? İnsanın çalışqanlığı. İnsanın çalışqanlığından sonra nə idi? Onun Allahın müvəffəq etməsidir. Çünki fikir ver, bu hadisə nə deyir? Deyir ki, el-mu'minul qavi xayrun və ahabbu ilallah minəl mu'minid daif. Deyir ki, güclü mömin, zəif mömindən daha xeyirlidir və Allaha daha sevimlidir. Və sonra nə deyir? İhris alə mən yənfa'uk. Sənə fayda verən işlərə həris ol. Yəni, imana da həris ol. İmana həris ol. Amma sən həris olsan belə, Allah sənə açmasa mümkün deyil. Amma birinci nə eləməlisən? Həris olmalısan. Və sonra nə deyir? Vəstə'in billah. Allahdan yardım istə. Allahdan yardım istə
Yəni çünki Allahdan yardım istəsən, o sənin o çalışqanlığına Allah altına nə edəcək? Qüvvət qatacaq. Yardım verəcək, kömək edəcək Allah Subhanahu taala. Ona görə insan nə etməlidir? Özünə arxayın olmamalıdır. İnsan Allaha arxayın olmalıdır. Həmişə Allaha bilir. İnsan görsən nəyəsə arxayın olanda, hətta o tərəfdən insana gəlir, bəla gəlir. Bax, insan hər hansı bir işinə arxayındır. Görsən Allah o iş tərəfdən ona bəla verir. Və yaxud o işini onun əlindən alır. Əslində Allah onun üçün xeyir istəyir. Niyə? Çünki Allah da onu öyrədir ki, ey mömin, Allahdan qeyrisinə təvəkkül etmə. Allaha təvəkkül, Allaha bağlan. Hə. Və sonra nə deyir? Əgər birdən geciksə, bu həm dünya işlərinə aiddir, həm axirət işləri. Tutaq ki, sən səbəblərdən yapışırsan, sən çalışırsan, sən Allahdan yardım istəyirsən və ondan sonra ola bilsin ki, istədiyin nəticə gəlmir hələ, gecikir. Onu edirsən da, aciz olmursan. Sən ki, yox, inşallah olacaq. Bəlkə Allah sənə gecikdirməyində bir xeyir var, bir fayda var. Ona görə həmişə Allahın seçimi daha xeyirli olur. Allahın seçimi daha. Ona görə sələflərdən biri deyir ki, mən həmişə duam yerinə yetəndə bir dəfə sevinirəm. Amma duam qəbul olunmayanda 10 dəfə sevinirəm. Deyir, duam qəbul olanda ona görə sevinirəm ki, yəni şükür Allaha istədiyim oldu. Amma deyir, qəbul olmayanda 10 dəfə nəyə görə sevinirəm? Çünki deyir, o Allahın seçimi idi, deyir. Mən seçimi Allahın seçimi olduğu üçün mən deyir, o qədər sevinirəm yəni. Və ona görə mömin nə qədər güclü olarsa, imanı güclü olarsa, Allah qatında dərəcəsi, cənnətdə olan mükafatı o qədər artıq olar. Bax, Allah Azə və Cəllə nə deyir? Ulaikə humul mu'minun haqqa. Yəni, Allah üçün çalışanlar, salih əməllərdə yarışanlar, hansı ki, ibadətlərinə, dininə fikir verənlər, onlar həqiqi möminlərdir. Ləhum dərəcətun ində rabbihim və məğfirətun və rizqun kərim. Deyir, onlar üçün Rəbbi qatında bağışlanma, dərəcələr, bağışlanma və kərim olan bir ruzi var.